Mən bilirsiniz nə düşünürəm? O Milli Məclisdə oturan 125 deputat var ha. Bax o 125 deputat əvəzinə həmin Milli Məclisdə 125 ədəd balqabağı otursaydı, bu millət daha çox fayda, daha çox xeyir görərdi. Razısınız mənimlə? Bax, bax, bax. Balqabaqlardan boluq. Biri-birindən gözəl balqabaqlar. Beləsi var, beləsi var. Bax, bu balqabaq var ha. Bu balqabaq Siyavuş Novruzovdan daha xeyirlidir. İnanın mənə. Bəli. Balqabaq, Milli Məclis deputat. Dayı da imkan vermədi, sözümün canını deyim. Elə deputat, balqabaq deyən kimi kişi qorxub qaçıb. Əziz dostlar, bax 125 ədəd balqabağı otuzdursan Milli Məclisdə Azərbaycan həqiqətən də çiçəklənər. Həqiqətən də bu millət xeyir, fayda görər. Soruşa biləsiniz ki, Mehman, bəs bu pambıq nə üçündür? Bu pambıq o qoca deputatların kəfəni üçün lazım olacaq. Aydındır? Bu balqabaqların qədrini bilin. Daha çox xeyir verir, daha çox fayda verir insan üçün. Və geniş auditoriyası da var, hamı qulaq asır. Avropa Şurasına gedənlər də, Avropa belə deyək də, dövlətlərinə gedənlər bunun qabağına qaçırlar, orada müsahibə verirlər. Axı bu kimdir? Bunun hansı sənəti var? Bunu nədən ötərin siz belə qorxa-qorxa yanaşırsınız? Nədən qorxursunuz? Axı bu Milli Məclisin hamısın bir yerdə, onun 10 dənə mən çıxışını göstərə bilərəm ki, sizə. Hamısın bir yerdə təhqir eləyib. Burada seçməyib ki, kimdir. Öləni də, qalanı da, ağsaqqalı da, cavanı da təhqir eləyib.